İbad Hüseynov 2020-ci il dekabr ayının 9-da Prezident İlham Əliyev tərəfindən Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb. Azərbaycanın milli qəhrəmanı İbad Hüseynovla dövlət başçısının qısa dialoqu olub. Prezident İlham Əliyev milli qəhrəman İbad Hüseynova "Salam qəhrəman, necəsən?" sualını verib. O isə cavabında "Siz mənə milli qəhrəman adı verdiniz. Allah sizi var eləsin, Allah canınızı sağ eləsin." Prezident isə bildirib ki, bəli, vermişəm. Sən buna layiqsən. Milli qəhrəman necəsən? Bəli, vermişəm. Sən buna layiqsən. Sağ ol, çox sağ ol. Çox sağ ol.